Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birgə Azərbaycan dilindən 11-ci sinif buraxılış imtahan modelinə uyğun testin izahına baxacağıq və onu da bildirim ki, sırf 11-ci sinif buraxılış imtahanına düşmüş test tipi deyil, 2026-cı il abituriyent jurnalında verilmiş test nümunəsidir ki, və 10 suallıq qaydanı bugün sizə izah edəcəm. Testə başlamamışdan öncə onu da bildirim ki, avqustun 1-dən əyani dərslərimizə start verildi. Onlayn qruplarımız isə sentyabr ayından açılacaq. Ona görə də yazılmağa tələsin, qeydiyyat başlayıb 070 440 50 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və onu da bildirim ki, dərslərimiz həftədə 2 dəfə 2 saat olmaqla keçirilir. İndi isə keçək testimizin izahına. Birinci bizdən nə istəyir? Euler Venn diaqramına əsasən uyğunsuzluğu, yəni sizdən çox xahiş edirəm ki, uyğunsuzluq məsələsinə biraz daha dərindən yanaşasınız. Yəni belə deyim də, testi görən kimi o dəqiqə testin üzərində işləməyə başlamayın. Şərti qavrayın, bizdən nə istəyir? Çünki beyninizdə ona həkk eləyin ki, yanlışlığa yol verməyəsiniz. Mən baxıram ki, fonetika bölməsinə toxunulub və onu da vurğulayım sizə ki, fonetika bölməsinə toxunulanda çalışın ki, birinci o sözlərin tələffüzünü yazasınız. Çünki istəyir fonetik təhlil olsun, fərqi yoxdur. Yəni fonetika üzrə bizə nə verirsə, onun təhlilini yazıb transkripsiyanın içərisində uyğun işləməyimiz daha düzgündür. Biz bilirik ki, ahəng qanunu, heca, vurğudur ki, yazılış məsələsinə toxunulur. Digərlərini isə biz artıq transkripsiyada görmüş oluruq. İndi başlayaq. Təmizlik. Təmizlik. Tənbəllik isə tənbəllik. Tənbəllik. Birinci onu bildirim ki, sözün sonunda tək qalarsa xışdırıqdan əvəz olunur. Hər ikisində bunu görürük və burada niyə n-nı m-ya keçirdik? Çünki n hərfindən sonra m və b hərfləri gələrsə, m və b hərfləri gələrsə, yəni biz bu n-nı tələffüzdə artıq m-ya keçirəcəyik. Yaxşı, indi baxaq, bizdən səhvləri istəyir. Deyək ki, birincidə d samitinin kar qarşılığı ilə başlayıb, y samitinin kar qarşılığı ilə bitir. Bir dənə də diqqət eləməli məqamımız odur ki, Euler Venn diaqramının birinci sözünün, fikrinin birinci sözünə aid olmuş fikrə baxıram, görürəm ki, həqiqətən də mənim verilmiş sözümə uyğundur. Amma həmişə verilmiş fikrin ikinci xanaya da aid olduğuna diqqət edin. Çünki baxıram ki, doğrudan da t-nın qarşılığı d-dır, y-nın da qarşılığı xışdırıqdır və həqiqətən də sözümü ödəyir. Amma fikir verməliyəm ki, görüm ikinci xanamı da, yəni sağ xanamı da ödəyirmi? Yəni tənbəllik sözünə də uyğundurmu bu birdə verilmiş fikir? Uyğundursa nə edəcəyik? Deməli, biri, daha doğrusu götürəcəyik, çünki səhvdir. Niyə görə səhvdir? Çünki ortaya yazılmalıydı. Yəni verilmiş fikir hər iki sözə aiddirsə, mən onu yalnız birinə uyğunlaşdırıb götürə bilmərəm. Nə olsun ki, birincinin altında o düz fikir verilib. İkisinə də uyğun olmalıdırsa, ortada yazılmalıdır. Ona görə biri götürürəm. Sonra nə edirik? 2-yə baxırıq. Səs uzanması yoxdur. Mən bunu hər iki sözdə vurğulamışam da. Hər iki sözümdə mən qoşa nöqtədən istifadə etmişəmmi? Yox, heç birini istifadə etməmişəm. Deməli, yenə də 2 ortaya yazılmalıydı ki, oxşar olsun. 1-2-ni götürdüm. 3-ə baxırıq. Həm açıq, həm də qapalı sahitlər var. Həqiqətən də görürəm. Hər ikisində həm açıq, həm də qapalı sahitlər. Ona görə də mən doğruları avtomatik çıxmalıyam. Çünki məndən yanlışları istəyir. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Həqiqətən də hər ikisini yazılışı və tələffüzündə birində l, d-la əvəz olundu və digər k da xışdırıqa keçdi. Digərində m-nı dedim və burada da xışdırıqla əvəzləndiyi üçün 4-ü də atıram. Və gəlirik 5-ə. Qarşılığı olan cingitli samitlər də işlənib. Baxıram bura, həqiqətən də qarşılığı olan cingitli samitlərim var. B var, bəli var. Bəs bu tərəfdə gəlin baxım görüm. Həqiqətən də qarşılığı olan cingitli samitim varmı? Bəli, d var. Deməli, yenə də hər ikisinə aiddirmi? Bu da ortaya yazılmalıydı mı? Bəli. Ona görə də 1, 2, 5 eyni cinsi samit qoşalığı var. Bəli, bu sadəcə buna aiddir. Yəni düz olduğu üçün çıxıram. Yəni burada qoşa samit görmürəm birinci sözdə. Getdi və variantım qaldı Y variantı. Deməli, verilən fikir sadəcə birinci sözə düzgün
düzsə götürürəm. Amma hər iki söz də düzgündürsə, amma birinin altında qeyd olunubsa, mütləq onu ortaya yazmalıyam və ona görə səhv götürürük. Olur cavabımız 1, 2, 5. Gəldik nəyə? 2. Altından xətt çəkilmiş ifadənin, bunları silək. Altından xətt çəkilmiş ifadənin məzmununu saxlamaqla hansı frazeoloji birləşməni əvəz etmək olar? Sürücü bir qədər yatıb dincələndən sonra sükan arxasına keçib yoluna davam etdi. Bir qədər yatıb dincələndən sonradır mənim altından xətt çəkilmiş frazeoloji birləşməm. Mən bir qədər yatıb dincəlirəmsə, təbii ki, gözümün acısını alacağam. Yəni, gözümün yorğunluğunu çıxarmaq istəyəcəm. Gözümün odunu almaq nə deməkdir? Bir növ o insanı qorxutmaq deməkdir. Yuxu aparmaq, yəni yuxuya getmək mənasını bildirir. Burada isə bir qədər yatıb dincəlmək, yəni yuxu aparmaq artıq dərin yuxuya getmək deməkdir. O mənanı vermir. Ona görə A-nı, B-ni çıxırıq. Nəfəsini dərəndən, yəni bunun yuxu ilə heç bir əlaqəsi yoxdur. Yuxuya qalanına da yenə də dərindən yatıb qalmaq mənasını bildirdiyinə görə mən nəyi götürürəm? Bir qədər yatıb dincəlməyi gözünün acısını almaq kimi əvəzləyə bilirəm. Bu da asandır. Yəni 2 asan test tipinə aiddir. Biri isə deyim ki, biraz orta test tipinə aid götürə bilərik. Gəlirik 3-ə. Nümunələrin birində zərf işlənməmişdir. Zərf işlənməsin. Yəni çox sadədir. Diqqətli olsaq. Dünən dövran sürən bugün can verir. Getdi niyə? Çünki dünən zərfim var mənim burada. Dünyanın sən olan yerində indi, deməli getdi. Nə zaman? Yəni zaman zərflərimi tapıramsa çıxıram. Çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır. Görmürəm, saxlayıram. D-yə baxırıq. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli. Nə tərzdə vuraydı gizli-gizli? Yəni bunu xəbərlə əlaqələndirirəm rahatlıqla. Səni əsmər, bənizli. Deməli, tərz hərəkət zərfi olduğuna görə çıxıram. Bir taleyin oyununda cütlənmiş zərik, 1000 il qoşa atılsaq da qoşa düşmərik. Nə tərzdə atılsaq? Qoşa. Deməli, yenə tərz hərəkət zərfi olduğuna görə variantım olur C variantı. Gəldik 4-cü sualın izahına. Cümlələrə əsasən cədvəldəki uyğun fikirləri tapırıq. Deməli, bax, buna görə deyirəm ki, diaqram tipli, sxem tipli suallara daha çox toxunublar. Baxın, üçbucağa uyğun doğru olsun. Üçbucağa doğru, amma dairəyə uyğun isə yanlış fikirlər istəyir bizdən. İndi baxırıq. Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır. Birinci bu cümləni oxuyub bunun altındakı fikirlərə baxıram. Deyir, qeyri-müəyyənlik bildirən halda olan söz mənsubiyyət şəkilçisidir. Dostun, yəni bu dostun olaraq bərpa edirik. Burada da düşmənin evinin. Yəni biz bilirik ki, hər şəkilçisi söz adlı halda deyil. Biz əgər onu bərpa eləyə biliriksə, yəni ortaya şəkilçisini çıxarırıqsa, ya qeyri-müəyyən təsirli deyə bilərik, ya da qeyri-müəyyən yiyəlik al deyə bilərik rahatlığına. Ona görə də mən dost sözünə ını bərpa edirəmsə, onu belə deyim, ortaya çıxara bilirəmsə, onun ya adlı hal olsun ki, elə qeyri-müəyyən yiyəlik halın öz şəkilçisidir. Yəni mən ona mənsubiyyət şəkilçisidir deyə bilmərəm. Ona görə biri çıxdıq, çünki qeyri-müəyyən yiyəlik halın öz şəkilçisidir. Yəni yiyəlik halın şəkilçisidir. Birləri çıxdım, çünki yanlışdır. 2-yə baxıram. Hal şəkilçisi qəbul etmiş sözlər həm də mənsubiyyət şəkilçisi qəbul edib. Hal qəbul edənlərdir. Eyni zamanda baxın, evinin sözündəki birinci in mənsubiyyətdir, ikinci in yiyəlik halın şəkilçisidir. Və yaxud da plovundan sözündən dan çıxışlıq varsa, ondan əvvəl ın buradakı nədir? Mənsubiyyət şəkilçisidir. Yəni doğru fikirdir həqiqətən də. Hal olanların yanında mənsubiyyət şəkilçisi də var. Tərkibində adlı halda olan isim yoxdur. Niyə? Deməli, dostun evinin soğanı. Baxın, burada soğan sözünün üzərindəki ı mənsubiyyət olduğuna görə bütün mənsubiyyətdə olanlar da demişik ki, adlı haldadır. Yəni, bir ismin üzərində sadəcə mənsubiyyət şəkilçisi varsa, heç bir hal şəkilçisi yoxdursa, mən ona rahatlıqla deyə bilərəm ki, sən adlı haldasan. Yəni, yoxdur, yox, var olmalıdır deyə 3-ləri də çıxıram. İndi gəlirəm, dairənin altında yanlış axtaracam. Baxaq, tərkibində ismin 3 halında olan söz var. Burada da eyni zamanda bunu silim. Baxın, dostun tövləsi düşmənin evindən yaxşıdır. Dostun yiyəlik, tövləsi, artıq mən bunu adlıq götürəcəm. Niyə? Çünki üzərində mənsubiyyət şəkilçisi varsa, dedim adlıqdır. Bir də evindən çıxışlıq. Həqiqətən də 3 dənə müxtəlif halda olan hallarım var mənim. 4-də çıxıram. Avtomatik əlimdə Y bəndi qalır. Gəlin baxaq. Deyir ki, yalnız çıxışlıq halda olan isimdə bitişdirici samitdən istifadə olunmuşdur.
Həqiqətən də burada evindən sözündə dandan sonra mənsubiyyət var və eyni zamanda tövlə sözdə dediyi adlıq halda olduğuna görə onun da yanında mənsubiyyət şəkilçisi var. Yəni daha doğrusu bitişdiricidən istifadə olunmuşdu. Mənsubiyyət nədir? Bitişdiricidən. Yəni evindən sözündə. Ev sözün köküdür, i şəkilçidir, n da bitişdiricidir bildiyimiz üzrə. Və burada da eyni zamanda tövlə sözünün üzərində də s bitişdirici olduğuna görə dedik ki, adlıq haldadır. I, u, ü mənsubiyyət şəkilçisidir, s da bitişdiricidir. Ona görə yanlış fikirdir də. Bildirməliyəm ki, həm adlıq hallı sözün üzərində, həm də çıxışlıq hallı sözün üzərində rahatlıqla bitişdiricidən istifadə olunub. 6-ya baxırıq. Adlıq halda olan isim cümlədə yiyəlik hallı ismin antonimidir. Adlıq halda olan dedim tövləsidir. Deyir ki, cümlədəki yiyəlik hallı ismin antonimidir. Cümlədə yiyəlik hallı da dostdur. Yəni, dost yiyəlikdədir, tövlə də adlıqdadır. Dostla bəyəm tövlə bir-birinin antonimidir? Xeyr. Yəni, əgər burada düşmənə görə vurğulayıblarsa, düşmən ümumiyyətlə sifətdir, isim deyil ki, biz onu götürək. Ona görə yanlış fikir olduğuna görə 2, 5, 6-nı götürdük. Bu da belə. Sonra gəldik 5-ci suala. Nümunədə tündqara hərflə verilmiş hansı sözlər işləndiyi cümlədə iki müxtəlif nitq hissəsi kimi təhlil edilə bilər? Fikir verin, deyir işləndiyi cümlədə. Yəni cümlədən kənarda yox, həmin cümlənin içərisində iki müxtəlif nitq hissəsi kimi düşünün və buna görə də mən nə edəcəm? Cümləni iki intonasiyadan oxumağı bacarmalıyam. Yəni ən gözəl yolu budur. İki intonasiyadan oxuyanda artıq oradakı nitq hissələr dəyişir. Gəlin birdən baxaq. Dəftərçədən başqa qonaqların adı da silinmişdi. Deyə bilmirəm. Dəftərçədən başqa. Dəftərçədən başqa qonaqların adı da silinmişdi. Mən bunu ancaq necə düşünürəm? Sifət kimi. Hansı qonaqların? Başqa qonaqların. Yəni dəftərçədən başqa deyə bilmirəm. Çünki belə deyim də bir növ qoşma kimi işlədə bilmirəm cümlədə. Əslində başqa sözü qoşma da olur, sifət də olur. Amma cümlə daxilində oxuyanda burada başqanı yalnız sifət kimi işlədə bildiyimə görə biri çıxıram. 2-yə baxıram. Hamıdan əvvəl Gülzar sözə başladı. Hamıdan əvvəl Gülzar sözə başladı. Görürsüz, hamıdanı ayırıb əvvəli tək deyə bilmirəm. Və yaxud da biz necə demişdik? Bu sözlərin yerini dəyişirik, əvvələ atırıqsa, onda zərf kimi deyə bilərdik. Əvvəl hamıdan Gülzar sözə başladı. Yəni qoşmalı ifadələ, qoşma sandığımız sözlə, yəni əvvəllə hamıdanın yerini dəyişirik. Əvvələ, yəni elə əvvələ atırıq, cümləni oxuyuruq. Sözü deyə biliriksə, yəni cümləni oxuyanda yerinə düz gəlirsə, deməli zərf kimi də işlədə bilərəm mən bu əvvəli. Amma deyə bilmirəmsə, əvvəl elə çıxışlıq hallı şəkilçidən sonra da qalırsa həmişə, deməli nədir? Əvvəli həmişə qoşma kimi götürəcəyik. Burada da ona görə 2-də çıxıram. İndi gəldik 3-ə. Axşama kimi gözlədiyini demədi. Yəni hər hansısa bir insanı gözlədiyini demədi mənə. Deməli, burada nə olacaq? Əvəzlik. Axşama kimi gözlədiyini demədi. Yəni mənə bildirmədi ki, mən səni axşama kimi gözləyəcəm. Bax, burada isə qoşmadır. Yəni bir insanı axşama kimi oturub gözləyirsənsə, buradakı kimi qoşmadır, amma kimi isə gözləyirsənsə, şəxs mənasında düşünürsünüzsə, əvəzlikdir. Ona görə 3. Səndən özgə yox pənahım. Səndən özgə yox pənahım. Yəni burada özgəni sifət kimi fikirləşə bilmirəm, ancaq çıxışlıq hallı olur. 4-də getdi. 5-də məruzə edənlərdən sonra məlumat verəcəyəm. Yəni məruzə edib qutarsınlar, sonra mən məruzə verəcəyəm. Bir də var ki, məruzə edənlərdən sonra məlumat verəcəyəm. Bir var deyirəm ki, məruzanı edib bitirsinlər, sonra məlumat verəcəyəm. Burada olur nə? Zaman zərfi. Bir də var məruzə edənlərdən sonra. Yəni düzdür, burada da onsuz da zaten qoşmalı söz zaman məzmununu bildirir. Amma həm bir yerdə oxuya bilirəm, həm də sonranı təklikdə vurğulaya bilirəm. Ona görə də həm zaman zərfi, həm də qoşma kimi işlədə bilirik. 3-5 A variantı testimizin düzgün variantıdır. Gəldik nəyə? 6. Cədvələ uyğun fikirləri müəyyən edirik. Əlavəli üzvü mübtəda olsun, əlavəli söz cümlə üzvü olmasın. Əlavəli üzvü mübtəda olduğunu tapırıq. Birinci və təhlil eləyərək tapırıq. Ora, hara. Azad olunmuş yerlərə gedəndə azada həmişə qəribə hisslər bürüyürdü. Azadı qəribə hüsn nə zaman bürüyürdü?
azad olunmuş yerlərə gedəndə, bax hamısı bir yerdə zərflikdir, zaman zərflidir. Çünki anda əndə feili bağlama şəkilçisidir. Feili bağlamalar da demək olar ki, cümlədə zərflik kimi təhlil olunurlar. Ona görə zərflik olduğuna görə çıxıram, məndən mübtəda istəmişdi. Bura həyatın qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Diqqətini cəlb etmişdi. Hara? Bura həyatın qaranlıq tərəfi. Baxın, bir yerdə nə, hara suallarını verə bilirəm rahatlıqla. Yəni mübtədanın sualını açdığına görə 2-ni götürürəm. Sabir, gənc şair şeir oxuyanda dinləyicilər maraqla qulaq asırdılar. Maraqla qulaq asırdılar. Yəni qulaq asırdılar nə zaman? Baxın, bir yerdə götürürəm. Yenə də zaman zərflidir. Gənc şair şeir oxuyanda. Yəni Sabirin nə zaman şeir oxuduğunu vurğulayırlar. Burada Sabirin adam olduğunu öndə verərək sizi çaşdırmasınlar ki, hə, mübtədadır. Xeyr. Yəni əlavə tirədən sonra gələn sözdür. Əvvəlki söz deyil ki, mən əvvəlki sözə aldanım, gedim onu mübtəda kimi götürüm. Yəni bu Sabirə aldanıb mən mübtəda götürsəm yanlışdır. Tirədən sonra gələni təhlil eləsəm artıq düzgün əlavəm ortaya çıxmış olur. Əlavəli söz cümlə üzvü olmasın deyir. Nə ola bilər? Məsələn, söz birləşməsi ola bilər, xitab ola bilər. İndi baxın. Bakı, gəncliyimin şəhəri. Sən unutmaq olarmı? Rahatlıqla görün necə düz gəldi. Bakıya müraciət elədim və onu gəncliyimin şəhəri adlandırdım və onu bu formada müraciət elədim. Yəni rahatlıqla mübtəda deyil ha bu. Yəni xitab olduğunu vurğulayıram. Çünki xitab cümlədə cümlə üzvü kimi işlənə bilmir. Yəni elə deyəcəm ki, cavabım 2, 4-dür. Burada da həmin güşə məktəbin ən gözəgəlimli yeri Azad Hümbətovun fotoları ilə bəzədilib. Hara? Məktəbin ən gözəgəlimli yeri. 3-cü növ söz birləşməsidir. İsmi birləşmədir və rahatlıqla götürürəm və söz birləşmələri də cümlə üzvü kimi təhlil olunur. Mənə lazımdır ki, əlavə təhlil olunmasın, yəni cümlə üzvü olmasın. Onda da mən təbii ki, xitabı taparam və yaxud da cümlə üzvü kimi təhlil olunmayan sözlərimiz nələrdir? Kömək sintik hissələrini taparam. Və 6-da isə indi sakitcə aşağı çaya tərəf gedirdi. Hara gedirdi? Çaya tərəf. Yəni bunu da rahatlıqla yer zərfliyi kimi götürürəm. 5 ilə 6-nı çıxırıq. Yerdə qalır 2, 4 doğru variantımız. Bunu da silək. Baxaq 7-ci sualımıza. Fikirlərdən yalnız ikisinə aid olan nümunəni Fikirlərdən yalnız ikisinə aid olan nümunəni müəyyən edəcəyik. Yəni bizə 3 dənə fikir verilir. Biz elə cümlə tapmalıyıq ki, ikisi aid olsun bu cümləyə, 3 dənəsi yox. 2 qrammatik əsası var nə deməkdir? 2 mübtəda 2 xəbər olsun. Tərəflərindən bir digərindən asılıdır. Nə deməkdir? Tabeli mürəkkəb cümlə olsun, tabesiz olmasın. Tərəflərindən biri qeyri-müəyyən şəxsli cümlədir. Yəni mən cümləyə onlar əlavə edə bilərəm. Yəni xəbərini 3-cü şəxsin cəmində görün. Onlar məlumatları sabah göndərəcəklər. A bəninə baxıram. Baxın, göndərəcəklər. Mən onları cümlədə görürəmsə, bu müəyyən şəxsli cümlədir. Mən buna qeyri-müəyyən şəxsli cümlə deyə bilmərəm. Və ikinci tərəfinə də baxıram. Bu da qeyri-müəyyən şəxsli deyil, çünki xəbəri cəmdə deyil. Baxıram, bəs görüm 2 qrammatik əsası varmı? Göndərəcəklər onlar. Təhlil edəcəyəm mən. Baxım, görüm biri digərindən asılıdır. Xeyr. Çünki tabesi mürəkkəb cümlədir. Yəni tabeli mürəkkəb cümlə olmaq üçün bir növ cümlənin ardını gözləməliyəm. Orada ki, sa, sada, mı, mi bu kimi şəkilsəçmiş sözləri axtarıram. Və mən görürəm ki, burada bir fikir uyğun gəldi. O da 2 qrammatik əsasının olmağı. Mənə lazımdır ki, ikisi uyğun gəlsin. Sonra gəlirəm B variantına. Bu A-nı çıxdıq. Xəstə olmasına baxmayaraq komandasını tək qoymamışdı. Ümumiyyətlə, baxmayaraq halda tipli cümlələrimizi biz sadə cümlə kimi təhlil edirik. Çox zaman, yəni abituriyentlərə belə düşür. Düzdür, demirəm, baxmayaraq tipli cümlələrin hamısı sadə cümlədir. Xeyr, istisna hallar var ki, bu mürəkkəbləşmiş forma çox da abituriyentlərə düşmədiyinə görə dərinliyinə getməyəcəm. Amma bildirək ki, baxmayaraq halda tipli cümlələrimizdə artıq biz abituriyentlərə uyğun olaraq sadə cümlə kimi götürürük. Elə qapıya çatmışdım ki, bir dəqiqə baxaq. Yəni B variantında bu fikir ödənməsə də, yəni sadə cümləsi artıq 2 qrammatik əsaslı olmayacaq. Yenə də 2 fikir ödənməmiş olduğu üçün təbii ki də çıxmağımız normaldır. C-yə baxıram. Elə qapıya çatmışdım ki, məni səslədilər. Çatmışdım, səslədilər. Onlar səslədilər və qapıya çatanda mənəm. Həqiqətən də 2 qrammatik əsası var. Həqiqətən də qeyri-müəyyən şəxslidir bir tərəfə. Baxın, səslədilər. Çünki onları mən özüm bərpa eləyirəm və həqiqətən də
Hə, biri digərindən asılı cümlədir. Çünki ki var axı burada. Mən bunu səhv oxudum. Bir anda beynimdə elə formalaşdı ki, tabelisi tapmalıyıq. Yox, tabelliyi tapırıqsa, deməli hər 3 şərti ödədiyinə görə mən C variantını çıxıram. Yəni C variantı hər 3 şəxsi ödəyir. Daha doğrusu şərti ödəyir. Sonra D variantına baxıram. Çünki dedim ki, 2 olan cümlələr və 2 mübtəda 2 xəbər varsa mürəkkəb cümlədir və bir tərəfində qeyri-müəyyən tapdımsa 3 şərtimi ödədim. D-yə baxıram. Başım ağrıdı mənim. Demədim, mən. Yəni, ağrıdı, daha doğrusu belə deyim də, başım, demədim, mən demədim. Yəni, fərqli mübtədalar, fərqli xəbərlər həqiqətən də mürəkkəb cümlədir və biri digərindən asılıdır deyir. Xeyr, aslı deyil. Tərəflərindən biri qeyri-müəyyən şəxsli cümlədir deyir. Xeyr, qeyri-müəyyən şəxsli cümlə deyil. Burada da bir fikir ödəmiş olduğuna görə getdi. İndi Y bəndinə baxırıq. Avtobus kəndə çatdı. Avtobus kəndə çatdı. Onları mehribanlıqla qarşıladılar. Çatan nədir? Avtobusdur. Qarşılayan kimdir? Onlardır. Deməli, qeyri-müəyyən şəxsli kimi düşündüm, həqiqətən də. Onları siz çaşdırmasın, bu tamamlıqdır, mübtəda deyil. 2 qrammatik əsası varmı? Həqiqətən də bəli var. Həm mübtəda, həm xəbər fərqlidir, amma biri digərindən asılı deyil. Nədir bəs? Tabihsiz mürəkkəb cümlədir. Ona görə də Y variantını götürür. Çünki hər iki fikri rahatlıqla ödədi. Bir bu, bir də bu fikri ödədiyinə görə bizə lazımdır ki, neynəsin? Yalnız iki fikri ödəsin. 7-də də olur variantımız Y. Gəldik 8-ə. Məqsəd zərfliyinin işləndiyi nümunəni müəyyən edirik. Biz bilirik ki, belə deyim də, şablon formada öyrənmək olsaq, deyə bilsək, məqsəd zərfliyi maq üstəgəl 3-ün şəkilçisinin köməyi ilə yaranır. Səbəbi isə D üstəgəl 3-ündən formalaşır. Elə A bəndimə baxsam görmüş oluram. Bəs yaxşı, ancaq maq üstəgəl 3-ünlərim elə məqsəd olacaq? Xeyr. Baxmalıyıq, cümləmi planlamalıyam. Yəni keçmişə, gələcəyə yönəlikdirsə cümləm. Mən hər hansısa bir qabağıma məqsəd qoymuşam, planlamışam ki, bu məqsədə görə mən bunu yerinə yetirəcəm. Yəni gələcəyə uyğun bir cümlə olmalıdır. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Baxın, elə hər tərəfli uyğun gəlir. Yəni onun məqsədi nə idi? Nə məqsədi planlaşdırmışdı özünə? Adamların rahat həyatını təmin etmək istəyirdi ona görə ki, gələcək məqsədi bu idi. Ona görə də elə cümləmiz, yəni variantımız olur A variantı. Tənəffüsdə işlədiyimiz qədər zarafatlaşdıq. Üzr istəyirəm. Tənəffüsdə istədiyimiz qədər zarafatlaşdıq. Nə qədər? Bu kəmiyyət zəfli idi ümumiyyətlə. Yəni, bu kəmiyyət zəfliyidir, çıxırıq. Şor yeməkdən çöpə dönmüşəm. Şor yediyim üçün çöpə dönmüşəm. Yəni, səbəbi nədir? Dığını özüm bərpa eləyə bilirəm cümləyə rahatlıqla və biz demişdik ki, çıxışlıq hallı sözü də biz səbəb zəfliyi kimi götürürük. Hə, Maya bacı, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Yəni, gördüyü üçün acıqlandı. Səbəb nədir? Dığı üstəgəl üçünü özüm yenə cümləyə əlavə eləyə bilirəm. Yollara baxmaqdan gözlərim axdı. Yollara baxdığı üçün, yəni yenə dedim, dandəni görürüksə, çıxışlıq hallı sözdə rahatlıqla səbəb zərfli kimi götürürük. Variantımız olur nə? A variantı. Baxırıq 9-cu suala və sonda da 10 gəlir. Nümunənin düzgün təhlil sxemini müəyyən edirik. Gəlin özümüz eləyək və hansı uyğun olsa onu da seçirik. Sökədi, kim, Xəlil. Nəyi, çiynini. Nəyə, maşına. Bu bir cümlə. Güldü. Nə tərzdə? Başını bulayıb. Çox vaxt uşaqlar belə eləyir. Başını götürürlər tamamlıq, bulayıbı götürürlər tərz hərəkət zərfliyi. Xeyr. İb feili bağlamadır və ətrafına söz toplayıb tərkib yaratdığı üçün mən bunları parçalaya bilmərəm. İndi baxıram, hansı variantım uyğundur? Y variantı. Gəldik ona. Yalnız qrammatik normanın pozulduğu nümunəni müəyyən edirik. Yəni, yalnız biri pozulmalıdır. A-ya baxıram. Oxucular bu kitabın yeni nüsxəsini yox, nüsxəsini. Birinci sı gəlməlidir. Fonetik norma pozulub. Siz bizim üçün çox qiymətlisiz. Düzgün yazılmadığı halda fonetik norma pozulur. Şagirdlərdən üçü yaxınlıqdakı yox, yaxınlıqdakı şirkətə getmişdilər, yox, getmişdi. Çünki şagirdlərdən üçü söz birləşməsidir. Biz də söz birləşməsinin əsas tərəfinə baxırıq. Cəmlənibsə xəbərimizi cəmləndiririk.
cəmlənməyibsə, təkdə işlənməlidir. Yəni burada həm fonetik norma pozulub, həm də qrammatik norma pozulduğu üçün C variantı gedir. D-ya baxıram. Onun sayəsində bir çox problem həll olunub. Onun sayəsində bir çox problemlər, bir sıra artıq şəkilçi yerində düz işlənməyib. Saydan sonra gələn isim düz cəmlənmədiyinə görə bu da qrammatik normanın pozulması deməkdir. Mavi lenti müdir qalibin yaxasına asdı olmalı idi, qoydu yox. Ona görə variantımız olur D variantı. Belə, ümidvaram ki, testlərin izahında sizə bir faydam toxundu. Kanalı izləmədə qalın. Takib eləyib, yorum yazıb bəyənsəniz çox sevinərəm. Oldu, hələlik. İnşallah ki, digər videolarımızda görüşənə qədər.